Şəxsi biznesimdə bir günüm necə keçir? Part 2. Səhər 5-in yarısı oyanıb mətbəxdə kofe içərək günün planlamasını etdim. Bugün 3 ədəd aksesuar sifarişi var idi. Biri Almaniyadan, digəri isə Gəncədən olan bir müştərinin idi. Hər üçü isə mənim əl işim olan Xəzər dənizi boyunbağısı idi. Gəncə üçün olanı kuryer ilə müştərinin Bakıdakı nümayəndəsinə göndərdim. Almaniya üçün olanı isə paketlədim ki, durum aparım, poçta təhvil verim. Xəyallar Berlin, reallıq isə divanın arxası. Paketi necə vəhşi kimi tulladımsa, getdi düşdü divanın arxasına. Nəysə, düşdüm həyətə və gördüm ki, burada da məni sürpriz gözləyir. Skuterin təkəri partlayıb. Doldurmağa çalışdım, sonra başa düşdüm ki, yox, təkərin kamerası sizlərə ömür. Salona gecikirdim deyə poçtu sabaha saxladım, avtomobili götürüb salona saçımı kəstirməyə getdim. Sabahsı günü isə evdə deşilmək üçün məni gözləyən bu balaşkaları arzularına çatdırdım, həm də skuterə yeni təkər alıb bağlamanı poçta apardım. Əgər daha çox video çəkməyimi istəyirsənsə, profilimdəki linkə daxil olaraq əl işlərimdən sifariş edə bilərsən və ya yenə də linkə daxil olaraq mənə virtual kofe ala bilərsən. Həyat gözəldir. Düşünərək onu qəlizləşdirmə. Çünki sabah daha da maraqlı olacaq.